Bismillahirrahmanirrahim. Salam arz edirəm məclisdə əyləşən hörmətli, dəyərli insanlara. Mən bəhsə girməmişdən əvvəl çox xoşluram ki, sual olmuşdu bizdən. Bu telegramı kanallarda ya o yanda bu yanda. Bu sual ibarətdir bundan ki, siz bu milli irfandan ki söhbət edirsiniz, bu milli irfan nə deməkdir? Bu o birisi irfanlarla nə fərq ola bilər? Ərz edeyim ki, bu elə sual ola bilər sizin də zehninizdə olsun, sizin də zehninizdə coşsun. O da biz ona da cavab verməliyik da. Milli irfan demək olar ki, iki dənə kələməsi vardır da. Biri millidir, biri irfandır. Birinci gərək biz millini mənə eləyək. Deyək ki, milli nə deməkdir? Milli o elə millətdən düzəlir. Yəni o adamlar ki, dil əsasında bir yerə yığışırlar, bir toplum düzəldirlər. Biz buna millət deyirik. Nation kələməsi də işlədirlər. Ya həman millət. Bəs demək olar ki, millət bir toplumdur, bir ictimadır, bir cəmdir, bir ağır bir cəmiyyətdir ki, dil əsasında bunlar neynirlər, bir yerə yığışırlar. O ki, biz deyirik millidir, mənisi budur ki, yəni bizim özümüzünküdür. Milliyin qabağında qeyri-milli var da, yəni özümüzünkü deyil. Yaxçı, dedilər ki, qərə qarqıya dedilər ki, dünyanın göçəklərin heyvanı hansıdır? Getdi öz balasını götürəcəkdir. Bundan göçəyi yoxdur. Bu mənayı millidir. Bizim indi hamımıza desələr ki, 10 dənə istəyən adamları bu təxtədə yazcını, 10 nəfər. Bu 10 nəfərin içində təbiətən bizim anamız da var, dədəmiz də var, qardaşlarımız da var, bacılarımız da var və bir para dostlarımız var. Düzdür ya yox? Onlar yazacaq bura. Yazandan sonra bizə desələr ki, bunlardan yavaş-yavaş bir xət vurun. Deyin ki, onu istəmirik. Yəni 10 dənə addan sizə deyərlər 10-cunu həsf elə. Həsf eləyəz. 9-unu həsf elə. 8-incisini həsf elə. Axırda mən fikir edirəm o ki qalacaqdır. İnsan elə anası və atası olacaqdır. Yəni nə mənə? Yəni mənim anam, mənim atam, mənim özümə ən yaxın-tərin və istəkli bir insanlardılar. Hamımız bücürük. Yəni vaxtı biz deyək milli, milliyin mənisi budur ki, bizim bu coğrafiyamızda, yəni türk müsəlmanların coğrafiyasında bir para mərifətlər düzəlib. Törənibdir. İndi bu mərifətlər fəlsəfədən var, hikmətdən var, irfandan var, elmidən var, hətta dinçilikdən də var. Ona görə o bizə aiddir. Çünki bizə aiddir, biz onun adını qoyuruq nə mənə? Milli dərvağa. Millini biz sizə mən elərim. İcazə versəz, mən istəyirəm sizə bir dənə, yaxçı bir dənə misal çəkəm. Siz baxsaz bu ərəblərə, ərəblər görürsünüz ki, əlan bu çağdaş zəmanədə, yəni bu müasir zəmanədə irəli sürüblər, yəni pişrəft eləyiblər, qabağa gedirlər. Məsələn, Kuveytə baxsaz, Qətərə baxsaz, İmarata baxsaz, hətta Ərəbistan özünə baxsaz, Ben Səlman, hətta Ommana baxsaz, yavaş-yavaş Bəhreynə baxsaz. Bir para əllər var ki, məsələn, istəyir ki, bizləri ərəblərlə qarşı-qarşıya qoysun. Ərəblər türklərinə tarix boyu heç müşkülləri olmayıb. Farslarla əlbət müşkülləri olub, özlərinə racıdır. Amma biz türklər ərəblərlə tarix boyu heç müşkülümüz olmayıb ki, heç, hətta onlara da yardımcı olmuşuq. Yəni onlardan bir İslam almışıq. O İslamı tarix boyu və coğrafiya boyu onu biz genişləndirmişik.
aparmışıq. Türklər Seyfülislam ləqəbini daşıyıblar. İslamın bayrağını Viyəndə qaldırıblar, Avropaya aparıblar. İçərislərində böyük alimlər törəldiblər. Yaxşı. Mən də həqiqət istəyirəm bu sualı soruşam ki, bu ərəblər nəcür oldu ki, bir belə irəli sürdülər və qabağa getdilər? Nə amil bahis oldu? Biz bu suala demək olar cavab tapsaq, eləyə bilərik gələk öz içimizdə farslar niyə bu məmləkəti dalı saxlayıblar və türklər getbə-get genişlənirlər və qabağa gedirlər və bunların sürətləri yüksək olmağa neynəməliyik, ona da biz cavab tapa bilərik. Getirə bildim. Ərəblərin içində neçə dənə aydın insanlar, ziyalı insanlar üzə çıxırlar. Bunlar gəlirlər ərəblərə bir teorilər yazırlar. O cümlədən Döktür Həsən Hənəfi idi, Raşid Əl-Qunuşi idi. İndi bunların barəsində bir qıssaca danışacağım sizinə. Döktür Həsən Hənəfi idi, Raşid Əl-Qunuşi idi. Ondan sonra Abid Əl-Cabiri idi, Nəsr Hamid Əbu Zeyd idi, Muhammed Arkonu idi. Bunlar hərəsinin kulli özlərinə görə kitabları var. Bunlar elə ümumiyyətdə bu idi, sözlər bu idi ki, biz necə eləyə bilərik ki, ərəbləri fərqli bir qovm görək, o birisi qovmlarla, millətlərindən fərqli olsun. Bunlar gəlirlər, deyirlər ki, ərəbin əqlaniyyəti, yəni ağıl düşüncəsi, ərəbin əqlaniyyəti o birisi millətlərindən fərqlidir. Yəni birinci gəlirlər bunlar, o əqlaniyyəti ki var, yəni o düşüncələri ki var, ərəblərin içində ona bir özgürlük bağışlayırlar, ya bir istiqlal bağışlayırlar demək olar. Yəni dövrəsinə bir para cızıqlar çəkirlər, deyirlər ki, bizim bu əqlaniyyətimiz, rasionalitəmiz, ya ağıllığımız o birisi millətlərindən fərqlidir. Çünki hər nə o ağıllıqdan çıxırdı işiyə də, hər nə o əqlidən törənirdi. Hikmət də olmuş olsa, fəlsəfə də olmuş olsa, o cəhanbini və dünyaya baxmaq, görəv demək olar, hər nə mənə o ağıldan çıxırdı işiyə. Yaxşı. Xub, bunlar gəldirlər, nə dedilər? Məsələn, Döktür Hənəfi təqribən yaxın bir ixvaniləridir. Bu adam Fransada oxuydu. Döktür şəriəti ilə təqribən orada elə bir dövrədə idilər. Bu həm də görüşlər olardı o zaman. Demək olar 40 il, 50 il bundan qabağın söhbətidir. Bu Döktür Hənəfi bir adamıdır ki, ixvanilər buna komünist deyədilər. Komünistlər buna ixvanı deyədilər. Yəni bir haləti var idi. O əsasda bu gəlir neçə dənə kitablar yazır. O kitabların o fəhvası içində olan onun beyni əsas bundan ötürüdür ki, biz ərəblərin ağılları, ağıllığı demək olar bir dənə üzgür və hürriyyət istəyən ağıldır. Yəni, istəyirəm bu cür deyəm ki, Döktür Həsən Hənəfinin düşüncəsində ərəbin ağlı bir dənə ağlıdır ki, hürriyyəti sevir, üzgürlüğü və azadlığı sevir. Bir miqdarda əlbəttə solçuluğa meyli vardır ki, ona görə o zaman bir dövrə idi ki, komünistlər vardı, marksistlər vardı, o da ona sarı neyniyir, yönəlir. Pəs demək olar bir dənə nişan ya bir əlamət ki, ağla bu yapışdırır. Həsən Hənəfi ibarətdir, bu ağl zəncirdədir, əsarətdədir. Ərəb ağlı üzgürdür və eləyə bilər azadlığı qazansın və bütün mərifətlərdən neynəsin, bəhrə aparsın. Bir şey yoxdur ki, bunun qabağında mane olsun. Bu, bunun düşüncəsi. İndi gəlirik Misirdən idi da, Döktür Həsən Hənəfi. İkincisi, Muhammed Abid Əl-Cabiri idi, Əl-Cəzairdə. Bu adam çox Fransada yaşamışdı. Hətta mən bunun bir dənə kitabı vardı, qalın kitabı, 5-600 səhifədir İbn Xəldunun barəsində. Mən tərcümə eləmişəm. Yəni 5-6 ay bu işə vaxt qoymuşam və
Muhammed Abid Əl-Cabiridən Əl-Əsəbiyyə və Dəvlə kitabı mənim tərcüməmlə çap olub və eşiyə çıxıbdır. Bu adamın da o dəğdəğəsi budur ki, bizim əqlimiz Yunani əqlindən fərqlidir. Ona görə deyildi ki, bizi ərəbi, deyildi ərəblərində, biz ki deyik, burada ərəblərin nəzərdən. Biz ərəblərin ağlı, demək olar bir əxlaqsəl bir ağlıdır. Yəni, əxlaqa yol verir. Bizim əqlaniyyətimizdə qeyri-əxlaqi işlər yoxdur. Bu, Muhammed Abid Əl-Cabirin sözü. Ona görə orada mihvər və mədar demək olar əxlaqdır bunun düşüncəsində. Deyir ki, Yunani əqldə ümumiyyətdə doğalı sevən, təbiəti sevən, belə bir əqlidir. Bizim fərqimiz var. Ancaq Yunani əqlilə bizim o iki dənə ağlı zehnində saxlayır. Biri Yunani əql, biri ərəb əqlilər. Bu da Muhammed Abid Əl-Cabirin düşüncəsi ki, əql apardı hansı sarıya? Apardı əxlaqa, əxlaq səmtinə. O üç nəfər elə ərəb idilər, əvvəldən də ayrı idilər. Bunlar ərəbdirlər sarı. Bəli. Bəli, Döktür Həsən Hənəfi Misirdən, Abid Əl-Cabiri də Əl-Cəzairdən. Yaxşı, bunların o demək olar dəğdəğələri budur ki, bizim əqlaniyyəti nəcür eləyə bilək ki, yol açaq ki, ərəblər irəli sürsünlər, qabağa getsinlər. Yetirə bildim də nəcür. Pəs biri gəldi, hürriyyət ya azadlıq markını vurdu bu əqlə ki, bu əql azaddır. Bir şey bunu zəncirdə saxlamır. Biri də gəldi, dedi ki, bu əql nə mənədə əxlaqi bir əqlidir. Yaxşı, bu da ki. Üçüncüsü Raşid Əl-Qunuşidir ki, bu adam hələ diridir, o Tunesidir, bir dənə ustadı fəlsəfə idi. Bu Nufel Nuşatoda, Fəransədə gedir, imamı görür, İmam Xumeynini görür. Bu adamın da bütün düşüncəsi bu əsasdadır ki, gəldi Tunisə, Tunisdə Ən-Nehzəni düzəltdi, orada çalışdı ki, gətsin dərvaqa bino bu əqli ərəbini gətsin dövlətə keçirsin, yəni siyasətə varid eləsin. Ümumiyyətdə Raşid Əl-Qunuşin düşüncəsi budur ki, bizim əqlimiz, əqli ərəbi icazə verir ki, bu əql siyasətdə də fəaliyyət eləsin. Siyasətdə də qoşulsun, gəlsin. Hətta bu siyasətə qoşulmağa İslam da eləyə bilər, buna yardımcıl olsun. Pəs bir İslamın markını vurur bu əqlə, bir də siyasətlə qoşulmaq və tanış olmaq və barışmaq, o sahədə də fəaliyyət eləmək Raşid Əl-Qunuşinin düşüncəsi idi, harda? Tunisdə gəldi, bu işi gördü. Dördüncü adam Nəsr Hamid Əbu Zeyd idi. Bu biraz çox cürətli bir insan idi. Nəsr Hamid Əbu Zeydidən mən 2-3 dənə məqalə tərcümə eləmişəm. Nəqdül Xitab Dini kitabı var idi bunun. Minəl Camiəti iləl Məhkəmə bir dənə kitabı vardı. Əz danışgah ta dadgah kitabı idi. Bu adam kim idi? Bu adam gəlir, deyir ki, əqli ərəbi bir dənə əqli tarixidir. Bu da gəlir tarix sifətini yapışdırır buna. Əqli ərəbi sadə düzəlməyibdir ki, tarix boyu kulli rəhyaftəhay tarixi gəlib buna əl veribdir. Yaxçı, bu əqli düzəlibdir. Bu adam gəlir, deyir ki, Qur'an Həzrəti Muhammədin öz sözüdür, yəni kəlam-ı Muhamməddir dər vaqə. Bir para bu iti sözləri bahis olur ki, Nəsr Hamid Əbu Zeydi mürtəd eyləm eləyirlər Misridə 1991-ci ildə, əgər iştibah eləməsə, o zamanlarda bunu mürtəd eyləm eləyirlər. Xanımı da Yunus İbtihal ilə ustadı danışqahıdır, danışqah Əl-Əzhərdə. Çünki bilirsiniz də, İslamda bir cürdür ki, əgər kişiyə eylam irtidad olunsa, edam hökmü var. Xanım irtidad olunsa, həbsi əbəddir. Yaxçı, bunun ki, və vaxtı ki, bir dənə kişiyə irtidad hökmü çıxır, olqey zovciyyət də münsəlix olur. Yəni də, bu adam həqqi yoxdur, öz xanımına sarı getsin. O xanımı da buna həramdır. Yəni, fekin içində bir para bücür qaydalarımız bizim vardır. Ona görə bunu elə xanımını diribaş tutudurlar Misirdə, əlindən alsınlar. Yunus İbtihalın o zaman. Orada nə mənə idi?
biz elə o zaman danışır olan vaxtı Əncüməni Pen Almandan filandan zaddan kulli aydın ziyalı insanlar namələr yazdılar və nəhayətdə bunu köçürtdülər. Misridən getdi Hollanda, danışgahı Leiden Hollanda'da kursiyi Qur'anı verdilər bu adama. Hizb Əl-Cihad Əfqanistan buna hökmü qətl sadir eləmişdi bu adama. Nəsr Hamid Əbuzeydə. İstəyirəm bunu deyəm ki, oradakı getdi, bir para nəzərlərini verdi, kitablar çıxdı. Aləm bunun tamam kitabları İranda tərcümə olubdu. Yəni istisnasız kitabları İranda hamısı Nəsr Hamid Əbuzeydin kitabları tərcümə olubdu. Bu adamın sözü bu idi ki, bəli, həm Qur'an bir dənə tarixi kitabdır, həm ərəbin əqli bir dənə tarixidir. Ona görə Umayyi dövrəsində, Abbasi dövrəsində, müasir dövrədə bizim fərqli əqillərlə üzbəyüzük. Bir cürə əqlinə üzbəyüz dəyirik ki, siz deyəsiz. Yaxşı. Bu da bunun sözüydü, xülasəsi. Ərz eləyim məhzərinizə ki, o elam-ı irtidat bir para o ifrati hizbilərin tərqi ilə oldu. Bəli, bəli, kamilən o cürdür. Müntəha söz budur ki, o ifrati qurumlar, məsələn, onun fitvasını verən Əymən Əz-Zəvahiri idi o zaman. Sonralıqda ki, yavaş-yavaş getdi, o fitvasını bu pəs aldı bu mübarəsində. Və dünyada da bir para bu şeylərin qabağında bir xassı bir muzələr tuturlar da. O amil bahis olur ki, tərəf bəraət hasil eləyir. Ondan sonra bir dənə siyasi muzə tutmaqla bir məniyə bu deyir ki, tərəfin 10-15 cild elmi kitabları var. Elmi məhfillər ondan neynəsinlər? Bir bəhrə qalsınlar. O kitablar çıxır eşiyə. Hələ mümkündür tərəf bir dənə xəbərniqarla danışanda bir cümlədə mümkündür bir dənə muzə tutubdur. Onun üstündə neynirlər? Bəli, o ittifaq düşür. Yoxsa kitabları çox elmi kitabdır və dərin kitabdır. Xüsusən təvildə bu adam işləyib, hermonotikdə bu işləyib. Etizal düşüncəsini gətirib kitablarında ki, mən biraz təxəssüslü onlara əlan girmirəm. Beşinci şəxs və demək olar axırıncı ki, bu ərəbin əqlaniyyətində və əqli irəli sürməsində böyük bunun rolu var idi, Muhammed Arkonudur. Muhammed Arkon dedi ki, ərəb əqli gərək qlobal məsələlərə iştirak eləsin. Yəni, dünyada bir para qlobal məsələlər var, ümumiyyətdə məsələn, hüquq bəşər var. Ya dünya bir para istəklərə yetişibdir, onlara nə mənədir? Bu əql-i ərəbi gərək ki, onlarda iştirak eləyə, onlara gərək qəbul eləyə. Yəni, sözü bu idi ki, dünyada bir para modern işləri olur, modern pədidələr düzəlir. Əql ərəbi gərək onun qabağında dayanmıyor və gedi onlara niyə iştirak edir? Bu, Muhammed Arkonun düşüncəsi. Siz baxsaz görürsünüz ki, bu 5 dənə adam ümumiyyətdə bütün çalışmaları bu idi ki, bu əql ərəbini bir halətə getsin ki, bunlar neynəsinlər? Qabağa getsinlər. Modern dünya ilə barışsınlar, müasirliklə barışsınlar və bu əqli özlərindən milliləşdirsinlər. Ona görə indi ərəblər özlərinə görə bir dənə İslamları var. Yəni o din ki, ərəblərdə var, fərqlidir fasların içində, hindilərin içində, türklərin içində. Bunlar özlərinə görə, öz dillərinə görə bir dənə xassı bir İslama etiqadları var. Çünki o qovmiyyət və o əqlaniyyət düşüncəsini gətiriblər öz o İslamlarının içinə. Yetirə bildim də bura kimi. Ona görə mən istəsəm qıssa danışam, deyərəm ki, ərəb əqli, ərəb əqlaniyyəti 3 dənə demək olar dayanacağı vardır. 3 dayanacağı var. Bir dənəsi bunun dilidir, ərəbin öz dilidir. Siz baxsaz Lisanul Ərəb kitabına 80.000 dənədən çox kələmə vardı ərəb dilində. Yəni bu dil o qədər güclüdür. O qədər bunda termilər var. O qədər istilahlar vardı ki,
fərqlidir. Yəni məsələn görsən bir dənə dəvənin ləhzəyi doğmağından böyüməyinə qədər ənva və əqsam ləhzələrinə kimi bu ad qoyub buna. Ata da özürdür, təbiətə də özürdür. Yəni bu dil çox genişli və qaydalı bir dənə dildir. Bu bir. İkinci dayanacağı bunun İslamdır. Axirin dini bu dil yüklüyübdür, aparır qabağa. O əsasda bu da bunun ərəbin bu əqlaniyyətində də ikinci demək olar o dayanacaqlardandır. Üçüncüsü nə mənadır? İkincisi bu əqlaniyyət mətn mehvərdir. Yəni burada mətn vardı, tekst vardı, yazı vardı. Kulli bu əqlaniyyətin içində ərəb dilində kitablar yazılıbdır. Yaxşı, bu kitablara elə türklərdə qələm çalıblar, hindidən də qələm çalıblar, farslardan da qələm çalıblar, ərəblərin öz içindən də olubdur. Yəni bu az nəzəri mətn istəyirəm deyəm ki, bu əqlaniyyət çox güclü və ağır bir dənə əqlaniyyət. Xoş. İndi gəlsək, pəs indi biz türk müsəlmanlar kimi milli irfanımızdan danışırıq. Biz birinci neynəməliyik? Biz birinci bizə düşən görəv ya vəzifə ya risalət budur ki, biz türk əqlini tərif eləməliyik. Türk əqli nə əqlidir? Bunlar özlərini təriflədilər, gördünüz. Gördünüz, biri dedi ki, əxlaqidir, biri dedi ki, azadlığı sevəndir, biri dedi ki, modern dünya ilə barışandır, biri dedi tarixidir, biri dedi ki, qlobal dünya ilə gərək barışsın filan. Yəni, xoş, mən bunun üstündə çox düşünmüşəm ki, bu türk əqlaniyyəti, dayanacaqları nədir, nə əsasdadır? Ən birincisi budur ki, bizim türk müsəlmanların demək olar əqlaniyyəti, ya hətta İslamdan da qabaq budur ki, bu əql ədalət mehvərdir, insaf mehvərdir. Yəni bu türklərin içində, əqlaniyyətdə ifrat və təfrit yoxdur. Bu əql həmişə sevib ki, adilanə düşünsün, adilanə davranışı olsun, insafla riayət eləsin, bir şeyi düz bölsün, düz paylaşsın. Yaxşı, bu birinci bizim içimizdə əqlimizin dayanacaqlarındandır. Pəs nə oldu? Ədalət və insaf. Ədalətlə insaf. İkincisi nə mənadır? İkincisi elə bizim dilimizdir. Türk dili çox güclü dildir. Çox dərin qaydaları vardır. Ərəb dilinə oxşardır. Siz baxsaz, görsəz ki, Kaşqərli Mahmud Divanul Lüğət kitabında neyiniyibdir? Gəlibdir, bizim bu kələmələrimizi ərəb dili ilə müqayisə edibdir. Yaxşı, hətta o qaydalar ki, yaraldıbdır, ərəb dilinin əsasında gəlib solasi, rubai, xumasi bu kələmələri seçib, o əsasda ondan neyinibdir? Müqayisə edibdir. Ya Muhakəmətul Lüğəteyn Əmirəli Şir Nəvaidən bu iki dənə dili qoyur tərəziyə, neyinir? Müqayisə edir. Yəni o qədr bu dildə güc vardır ki, gedir ərəb dilin qabağında özünü neynəsin? Müqayisə eləsin, desin, mən də varam. Mənim də bir para, nə mənə qaydalarım və qanunlarım vardır ki, eyni sən kimin demək olar, eləyə bilər səndən rəqabət eləsin bu dildə. Türkiye kitabı mesela koyduğumda uşaq vaxtından biz o Türkünün qəşəng öyrəşək mesela. Hələ bir modeldə mesela söhbət edirik. Türkçü kitabın başarılır. Türkçünü elə burada mürəbbilərimiz olar da, xahiş elərik bir nəfər gələr, burada qəşəng sizə türkçü dərs verər, türkçü kitabları qəşəng burada yayarsın, içinizdə oxuyarsınız, özür. Elə birinci iş budur ki, SMS-də elə quşidə bir bizə yazırsınız. Başlayasınız, türkçücə yazarsınız. Mən gəldim, mən getdim, nə alıbsan, nə iniyibsən. Elə buradan başlasasa, quşilərdə yavaş-yavaş nə mənadır? Gedəcək yerinə də. Türk dilinin bir dənə hüsnü budur ki, siz nə danışırsınız, eləyə bilirsiniz, onu yazasınız. Çox rahat yazılır. Əvvəllər elə ana dili mədrəsədə qoyaydılar uşaqlara. Baxçı, elə o cürdür, o cürdür.
Elə birincisi budur ki, siz elə SMS-lərdən başlasaz bu işidə, bizə yazırsınız, xırdaca. Elə o da yaxşıdır. Bu təbdən bir dənə mürəbbi gərək gələ, burada qaydalarını deyə, bir dənə cüzvə verə sizə, Latin əlifbası ilə sizi tanış eləyə, ərəb əlifbası ilə tanış eləyə. Yəni siz, mən demirəm, ingilisini oxumayasınız. Yaxşı, onu da oxuyun, heç müşkülü yoxdur. Amma birinci biz özümüzü tanımağa, öz dilimizi bilək də. Yaxşı. Hə, o vaxtı siz ki, ingilisiyə qoyursunuz, öz dilinizə qoysaz, öyrənsəz, çox da indi hətta siz Avropaya da təşrif aparasınız, Qafqaza da təşrif aparasınız. Mənim də yoldaşım vardı, New York'dadır. Hər yerdə məsələn biz geriqlə türkçü danışırıq, bizim müşkülümüz həllidir. Süpermarketlər, filanlar, bazarlar. Əslində biz ingilisiyə ehtiyacımız yox ki, biz danışaq. Hətta Avropanın özündə də çox rahat gedirik, türkçü danışırıq. Ya Anadolu ləhcəsi ilə, ya öz dilimizlə, şivəmizlə danışırıq. Yaxşı. Mən Türkçüsün əvvəlim var idi. İzləmək deyilsə əvvəlim var idi. Çox yaxşı. Davam eləyək də bəhsimizi. Mən bu dildən danışırdım, türk dilində. Bizim bir dənə İslamdan qabaq bir dənə kitabımız vardı. Mən burada onu sizə tanıtdırıram. Dünyanın böyüklərin həmasəsidir bu kitab. Bu kitabın adı Manasdır. Qırğızistanda bu kitab çıxıb eşiyə. Manas 5 milyon misrədən çox bunun həcmidir. 5 milyon misrədən çox. Şeir və həmasədir. Yaxşı. Bunun pəhləvani ki burada vardı, adı Manasdır. Bunun 40 dənə ordusu var, ləşkəri vardı. Hətta bəziləri deyir ki, Qırğızistan həmin Qırğızistanmış. 40 dənə qızın həmasəsi və döyüşüdür o məmləkəti qorumaqda, yəni o türkləri orada qorumaqda. Bu kitab Elya və Odisənin demək olar 20 bərabərindədir həcmidə. Şahnamə, Ferdosinin Şahnaməsinin 5 bərabərindədir həcmi baxımından. 8000 məntəqə bu kitabın içində ad gəlibdir. Manasın içində. 8000 məntəqə. 600-dən izafə bu kitabın içində qəhrəman adı gəlibdir. Qəhrəman adı gəlib. Siz hətta birdən baxsaz, nə mənədir o Rus yazıcısı vardı, Cəngisol Tolstoyunkunda. Qəhrəmanlar fikir edirəm o kitabda 200-300 dənədən artıq deyirlər ki, o böyük dünyanın romanlarındandır və romanlarında. Bu Manas kitabında 600 dənədən çox roman var. Bəli, türkçü kitabdır. Bu ki, vursac gələr, Manasşinaslar vardı dünyada, böyük təxəssüslər Manasşinasdır. Müxtəlif yazıçıları var da bu kitabın. Müxtəlif nüsxələrdə yazıçıları vardı. Ərz edeyim ki, nə mənədir? Ona görə hətta bir para cavanlar da vardılar ki, Qırğızistanda və Türk dünyasında, Turanda Manası hifziliyiblər. 5 milyon misrəni bunlar neyiniblər? Hifziliyiblər və hifzidən deyirlər. Bu dilin güclüğünü nişan verir də. Yəni bu dil ərəb dili ilə də qabili müqayisədir və sözü var danışmağa və deməyə. Yaxşı, bu dil. Pəs demək oldu, birinci ədalət, ikincisi dil və üçüncüsü də həmən mətn idi də. Bizim kulli mətn kitablarımız vardı. Yəni mən Dr. Kərimi Bağbanla danışırdım, Kanadadaydı. Deyirdi ki, yüzlər bizim nüsxələrimiz vardı ki, türk əsərlərdilər, yüzlər nüsxələrdilər. Bunlar hələ üstlərində işlənməyibdi, nə çap olubdur, nə nüsxəşinaslar bunu veriblər eşiyə. Müxtəlif dövrələrdən, Qəznəvi dövrəsindən, Səlcuqi dövrəsindən bu kitablar vardılar. Bir para kitablar vardı, məclisin kitabxanasındadılar ki, şubiyə icazə vermir, biz o kitablara əl tapaq, oradan çıxaldıq eşiyə. Türk kitablardılar, nüsxələrdilər. Yəni, istəyirəm deyəm ki, mətn sahəsində də bu dil sözü var danışmağa, bir dənə mətin, bir dənə dərvaqa dildir.
Bu da bir sahət. Və dördüncü dayanacağı türk əqlaniyyətin ibarətdir bundan ki, türk əqlaniyyəti dövlət düzəldəndir. Hətta ruhi millətlərdə deyirlər ki, bir dənə türk tək bir dənə cəzirədə düşə qala, orada dövlət düşüncəsinə fikirləşir. Deyər, mən burada nəcvi bir dənə dövlət düzəldəcəm, əmperiya bir dənə yaradılacaq. Yəni, bu bunun ruhiyyəsində var ki, ruhiyyə cəmiyyə bu millətdə var ki, bunun əqlaniyyətindən qaynaqlanır ki, bu nə mənə deyib, bu eləyə bilər dövlət düzəlsin və dövlət yaratsın və dövlət aparsın qabağa. Nümunəsini sizə məsələn Türkiyədə görürsünüz, Azərbaycanda görürsünüz, Özbəkistanda görürsünüz, Türkmənistanda görürsünüz. Getdikcə bunlar neynirlər? İrəli sürürlər. Zəlzələni də görürsünüz ki, sürətlə əliyağını neynirlər? Yığışdırırlar və müdiriyyət edirlər. Bu bir dənə güclü dövlətdən çıxır, qaynaqlanır da işiyə. Xoş, pəs demək olar ki, bu əqlaniyyətin içindən bizim milli irfanımız çıxır işiyə. Biz vaxtı deyirik Türk müsəlmanların milli irfanı, yəni bu irfan fərqlidir Avropada olan irfandan. İrfanı Kabala ki, Yəhudilər təbliğ edirlər, ondan fərqlidir. Ya irfanı Amerikayı, Latin ki, Don Juangil onu təbliğ edirlər, o irfandan bu fərqlidir bu irfan. Ya irfani ki, şubiyə, farsiyə, məcusiyə, hindi onu təbliğ edir ki, ümumən təsəvvufdur, ondan nə mənədir? Fərqlidir. İrfan hindi ilə fərqlidir. İrfani ki, Krishnamurti, ondan sonra bir para bunların özlərinə görə adamları var, bunlara dəstək verirlər, onlarla fərqlidir. Bu fərqlər hardadır ki, bizim irfanımızı ayırır, biz deyirik. Biz o fərqlərə baxmalıyıq da. Ən birincisi budur ki, Türk müsəlmanların milli irfanı təali nəfsə fikirləşir. Nəfs orada nə mənədir? Mütəalid. Çünki irfan nəfsin üstündə işləyir də. Nəfsin bir para düşmənləri vardı, gəlir onun qabağına, bu düşmənləri gərək tapdasın, nəfsi gərək neynəsin? Mütəali eləsin, nəfs genişlənsin, eləyə bilsin, məna aləmi ilə ilgilər yaratsın. Yaxçı. Pəs milli bizim irfanımızda ən birinci amac ya hədəf budur ki, nəfs neynəsin? Mütəali olsun. Bu nəfs mütəali olması hikmətdən çıxır, fəlsəfədən çıxır, yaxçı bundan qaynaqlanır. Amma o birisi irfanlarda, ümumiyyətdə mən irfanı, farsiyə, hindiyə, məcusidən söhbət edirəm, orada təali nəfs məddənəzərdə, orada təhqir nəfsidir. Rəzilət nəfsidir. Nəfsi rəzil eləməkdir. Yaxçı, məsələn, çox üzr istəyirəm, inəyin peşavını götürür, içir, inəyin fuzulatından girir altında, məsələn, qərq olur orada. Ya ayrı bir şeylər özünə təhmil eləyir, əlini tutub görürsən, neçə ay belə saxlayıb, əlində məsələn, buğda gövərdir. Bir qabığa çönüb bir insan, yəni bir cür nə qədir o coğrafiyada biz şimaldan gəlirik aşağıya sarı, yəni Anatolu bəxşindən gəlirik aşağıya sarı, irfanı görürük ki, bunlar neynirlər? Fasların əlində rəzil olur və nəfs burada təhqir olur. Yaxçı, nəfs burada təhqir olur. Amma hər mizanda ki, sən o yer kürəsində şimala sarı gedirsən, üstə sarı gedirsən, Anatolu bəxşinə gedirsən, orada nə mənədir? Nəfs mütəalidir. Ariflər ki vardı, Türk müsəlman irfanında, ümumiyyətdə bunlar işləyəndilər, ailə təşkil verəndilər. Yaxçı, bunlar özlətgərə dəyərlər, toplumun içindədirlər, eyni bir adam kimi yaşayırlar. Yaxçı, özlərinə görə şuğlular vardı. Biri məsələn ətir satandır, biri məsələn küzə düzəldəndir, biri qaşıq yontuyandır. Yəni istəyirəm deyəm ki, bunların özlərinə görə şuğlular vardı. Yaxçı, məişəti irfana düyünləməyiblər. Mən üçün arifəm, pəs gəlin mənim boğazımı siz dolandırın, siz mənə geçindirin. Belə bir şeyimiz yoxdur. Özünə görə işi var, gücü var, işləyir, ailə təşkil veribdir. Nə mənədir? Amma irfani, farsiyə, hindiyə, məcusidə ki bizim o ibtizali irfanımızdır demək olar,
Orada bu cürdür ki, bunlar yığışırdılar xaniqaha, umumən izdivac eləməzdilər və bir para qeyri-əxlaqi işlər görərdilər. Məsələyə levat, şahidbazi ki, irfana vurud elibdir və keçibdir və İslam irfanına keçib, şubiyə Farsi Məcusiyin tərqi ilə keçibdir. Ayı Şəmisə vaxtı şahidbazi kitabını yazır, demək olar bu onların öz təsəvvüfundan gəlib və qaynaqlanıb bizim irfana gəlib və bunu çirkin nədibdir. Çünki niyə bunlar bir bekar, beyar bir adamıdırlar, benamus bir adamıdırlar, demək olar işləmirdilər, intizarlar vardılar ki, sultanlar bunlardan himayət eləsinlər və ailə qurmurdular ki, xəşlər yıxılsın bunların boynuna. Ona görə orada da özlərini bir cür neynidilər, xanqahlarda keçindirirdilər. Hətta çok rahat olur. İrfan Şinası da İrfan Hayni olsun, ama Gökçü Tahir'in İrfanı. Bəli, onu bir gün danışarıq da inşallah, bir ayrı fürsətdə danışaq. Ərz eləyim ki, demək olar, Türk müsəlmanların milli irfanı bir dənə əxlaqi bir irfandır. Yəni orada siz qeyri-əxlaqi işlər heç vaxt görmürsünüz və onun yanında demək olar ki, siz məsələn Mirzə Ağaxan Kirmaninin kitabına baxsaq, Se Məktub bir dənə kitabı var, Səd Xitabə bir dənə kitabı var. Bu Mirzə Ağaxan Kirmani bir dənə şəxs idi ki, bir dövrə Zərtoşt olur, bir dövrə Bəhai olur, bir dövrə gedir Seyid Cəmalın tərəfdarlarından olur, bir az cümlə adamlardan olur ki, Osmanlıda gedir Nasirəddin Şahın terror nəqşəsində bu adam əli varmış orada Osmanlı'nın zamanında. İstəyirəm onu deyəm ki, bu adam çox hərraf adammış, çox belə güclü danışan adammış, savadlı adammış. Bu adam o Se Məktub kitabında deyir ki, mən onu çıxartmışam, hətta səhifəsinə kimi orada çıxartmışam, orada eləm eləyir ki, bu nə İslam idi, bu ərəblər cəhdilər bizə, biz İslamdan qabaq çox rahat eləyə bilirdik, bacılarımızla izdivac eləyirdik, məharimizlə izdivac eləyirdik. Ondan sonra İslam gəldi, bizim qol-qanatımızı bağladı. Mirzə Ağaxan Kirmani, yaxşı. Bu Farsın böyük nəmənədir, göz o böyük düşüncələrindən, ziyalı və insanlarındandılar. Bunların da içindən elə həman irfan çıxır eşiyə. Həman irfan çıxır eşiyə ki, biz ona bu cür düşünməliyik. Demək olar ki, bir növ irfanı ki, içində xurafi şeylər var. Məsələn, İrfan Hindidə baxsaz, bir dənə Berəhmadan soruşurlar ki, Berəhma ya Berəhməndən soruşurlar ki, aya qeyri Berəhmən imkanı nəcat var? Bu elə həmandır ki, Şiyədən də soruşurlar. Şiə alimlərindən aya qeyri Şiə nəcat tapacaq? Məsihiyyətdə də var soruşurlar, müxtəlif verdilər. Aya qeyri Məsihi də nəcat tapacaq? Yox. O Berəhmən deyir ki, əgər bir insan bir küçədən rədd ola, inəyin dırnağının altından qalxan topraqdan bir qətrəsi bunun üzünə dəyər, bu adama dəyər, o üzə od yoxdur. O üzə od yoxdur. İnək üçün bunların içində müqəddəsdir. O Berəhmənin sözü nə mənədir? Budur. Buna oxşar siz sözləri öz içimizdə də görürsünüz də ki, məsələn, filan kəs gələ o, həmən o şubiyyə, در واقع səlibiyə, məsihiyyə, masonu ki, o düşüncə oradan gəlib və bizim içimizdə yayıb və şiənin də bir para düşüncələri məsihiyyətə yoxundur. Həm o adabda, həm mənasikdə zadda. Görəsən deyər ki, deyir, bir gətirəsən, yaş töksən, nə mənədir? Sənə də ənva və əqsam çox üstən köpəyolluq eləyibdir, millətin malını basıb yeyibdir. İndi gəh burada deyir ki, sən orada bir gətirə yaş töksən, nə mənədir? Sənə در واقع od yoxdur. O əsasda, indi mən istəyəm bunu demək olar, iki irfanın burada fərqini sizinlə lap açıq və aydın qoyam ortalığa. Şəmsin müvacəhəsi Ohəduddin Kirmani ilənədir. Çox cəlibdir. Ohəduddin Kirmani həman təsəvvüf şuubi, farsi, məcusi hindini daşıyırdı. Kim idi?
Bunlar bu xanqahda əyləşmişdi, cavan qızlarla, oğlanlarla oturmuşlar, ənva və əqsam eşqibazlıqlar edirdilər. Deyirdilər ki, biz bundan bu gözələ baxırıq, bundan geriq Allaha yetişək. Zan mi nigərəm be çəşm و سر صورت زیرا ki ze məna əsər der surət. Şəms buna yetişir, deyir, siz nə yaşıyorsunuz bu? Bu nə oyundur bu? Deyir ki, biz mahra der çah mi binik. Biz ayı quyunun içində görürük. Şəms çox özü itaplı adamıdır. Özü də ki, bir adam idi ki, hərkim eləyənməzdi bunun qabağında dayansın və danışsın. Orada nə deyir? Deyir ki, əgər dumbəl bər qəfa nədari kira mahra der asman nəbini. Sən hətmən belivə bir şey yüklüyüblər ki, sən beli qaldıranmırsan, düz göyə baxasan, ayı göydə görəsən, bir müşkülün sənin var. Bu müvacihə iki növ irfandır. Şəms-i Təbrizi təmsilgər irfan Türk İslamidir. Ohədüddin Kirmani təmsilgər irfan şubi Farsi Məcusi Hindidir. Burada iki növ siz burada irfan görürsünüz. Biz o irfan adını təsəvvüf qoyuruq. Bu irfan adını elə irfan qoyuruq. Bəs irfan millini biz neyinirik? Düşünün. Bu irfan millinin əzizlər 3 dənə dayanacağı vardı. 3 dənə dayanacağı vardı. Söz, saz, qılınc. Həmanıdır ki, o Şah İsmail Xətain sözündə vardı ki, deyirdi ki, yenə əlimə almaz oldum sazımı, ərşə dirək-dirək çatar mənim sözümü. 4 şey vardır hər qarındaşa lazım. Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Bu 4 dənəni mən gətirmişəm, 3 dənənin içində bağlanmışam. Pəs Türkü İslami irfanın 3 dayanacağı vardır. Biri sözdür. Söz, yəni bu irfanda hikmət var, bu irfanda fəlsəfə var, bu irfanda aləmi görəv var, cihanbini vardır bu irfanda. Sözdür. Sazdır, bu irfan musiqi ilə tanışdır. Bu irfanın səmaı vardır. Şeyx Səfiyyəddin Ərdəbili o zaman ki, gəldi burada Rəb Rəşidini yaratdılar Təbrizdə. Hər pənşəmbələr küçələrdə bunlar səma qoymuşdular. Yəni musiqi səma vardı, rəqs səma vardı Təbrizdə. Pəs demək olar bizim irfanımız musiqi ilə həmişə barışır, həmişə tanışdır. Onunla ortaq düşüncələr apar qabağa. Ondan ayrı deyil. Bu da musiqisindəndir, sazdır. Saz, hətta baxsaz döyüşlərdə bunlar bir qılışlar vardı, bir də sazları vardı əlində. Koroğlu da belə idi, Şah İsmail Xətai da belə idi. Üçüncüsü qılışdır. Bu irfan bir dənə irfan-ı rəzil deyil, təhqir deyil. Bu irfan əlində qılış vardı zülmün əleyhinə. Bu irfan hər zaman bir dənə inqilabi irfandır. Bu irfan bir dənə üsyankar irfandır. Bu irfan irfan-ı təslimi deyil. Bu irfan qəza və qədərin qabağında boyun əyən deyil. Yaxşı bu irfanda. İrfan-ı Farsi, Məcusi, Hindinin əlində nə var qılıncın əvəzinə? Deyin. Kəşkul var. Alır, dilənir. Dərvişlər vardı, gələrdə dilənərdilər. Yadınıza gəlir. Bu həman düşüncədir. Həmanlardılar ki, indi elə dilənçilik də var da, bunların içində gəlirlər, dilənirlər. Bu nə mənədir? Vəli bu Türkü İslami düşüncəsində, irfanında əlində qılış vardı zülmün əleyhinə. Ahilərin hərəkəti ki başlandı. Siz baxsaz görürsünüz ki, İmadüddin Nəsiminin hərəkəti, bir dənə şeir vardı, deyir ki, ey bülbülü qudsi, nə giriftar qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə. Bax gör, insana deyir ki, sən qəfəsdən çıxmalısan. Bir dənə yeni bir gülüstan sən istəməlisən. Bu bizim irfanımızda var. Zahidin bir barmağın kəssən, dönər həqdən geçə. Gör bu miskin aşıqı sərpa soyurlar, ağlamaz. Nəsiminin şeirində vardır. Xob, Nəiminin hərəkəti, ya onun qızı Fatimə. Fatiməni siz yenidən tanımalısınız, yenidən mütaliə eləməlisiniz. Şeyx Fəzlullah Nəiminin qızı Fatimə Təbrizdə bir dənə
Böyük nehzət başlayır. Böyük nehzət başlayır. Hurufiyyə nehzəti buradan başlayır. İrfanı bir dənə hərəkət. Ahilər xoydan başlayacaq Osmanlı tərəflərinə. Yəni istəyirəm bunu deyəm ki, bizim irfan bir dənə irfan inqilabi və osyancər və mübarizdir. O irfan bir dənə irfan təslimi və təxdiri və xanqahi və xaifanə və zahidanə bir dənə irfandır. Bəs fərqili vardı. Mən gərək irfanımı ayıram. Mən gərək deyəm ki, bizim milli irfanımız onların irfanları ilə fərqilidir. Bizim irfanımızın ucu, lap o baş zirvəsi Şəms-i Mevlana'dır. Şəms-i Mevlana'dır. Məndən soruşmayın ki, Mevlana Farsi yazıbdır. Mevlana'nın Farsi yazması bir xatir o zamananın dəbidir və kimsə də Farsi yazırdı. Bir mənayı bu deyil ki, bu adam türkdür, türk deyil. Ya hər kimsə Farsi yazırdı, bir mənayı bu deyil ki, bu adam hətmən Farsıdır. Məsələn, İqbal-ı Lahuri bir dənə divanı vardı, Farsıcadır. Biz gərək deyək, indi İqbal-ı Lahuri demək Farsdır, eşvaq o cürdə. Ya məsələn, Əbdüssalam, bərəndə Caizi Nobel Pakistani, risaləsini ingiliscə yazıbdır. İndi biz deyək ki, çünki bu ingiliscə yazıbdır, Əbdüssalam ingilisli deyil. Əlləmi Təbatəbai Təfsir Əl-Mizanını ərəbcə yazıbdır. İndi biz deyək, Əlləmi Təbatəbai ərəb deyil. Xob, çoxlu biz özümüz Farsça yazmışıq. Mənayı bu deyil ki, çünki mən Farsça yazmışam, mən Farsam. Yox, mən o kültürdə, o fərhəngidəki böyümüşəm və ondan danışmışam, ondan tanışam, dədə-baba sözləri ilə, el-oba sözləri ilə tanışam, o məni gətirib bu düşüncədə dayandırıbdır. Zimnin ki, Mevlana'nın özü də Şəms divanında ya Məsnəvidə gəlir neyniyir? Hindi kələməsini işlədir. Hindi kələməsini işlədəndə ümumiyyətdə o irfanı nəqd eləməkdir, çıxbaqdır. Siz baxsaz görəsiz, sufilər də, təsəvvüf də elə Məsnəvidə neyniyir? Nəqd olur. O irfandır. O həman Şubiyyə Farsiyə Məcusinin irfanıdır ki, Mevlana özü də onu nəqd edir. Orada deyir ki, rəha kun hərf hindu ra, bebin turkan məni ra. Mən an Türkəm ki, hindu ra nemidanəm. Burada bir dənə görürsü bir təqabül yaraldı. Mən Türkəm, o hindudur. Fərqimiz var. Mən bir dildə danışıram, sən ayrı dildə danışsan. İttifaqən Şəmsin bir dənə risaləti buydu ki, geçsin Mevlana'nı oyatsın ki, həvassın olsun ha. Bir dənə şubiyyənin bir düşüncəsi var, gəlir sənə sonra. Sən bundan arınmalısan, fasilə tutmalısan. Onu təsəvvüfdən sən fərqili düşünməlisən. Şəmsin bu risalətidir ki, gedir Mevlana'nı neynir orada? Quniyyədə oyaldır. O əsasda bu irfan həmandır ki, elə Qur'ana da dayanır. Necə Qur'an deyir ki, İnnəllâhə la yuğayyiru ma bi qavmin hətta yuğayyiru ma bi ənfusihim. Biz bir dənə millətin sərnivişdini, gələcəyini biz dəyişmirik ki, onlar özləri dəyişməlidirlər. Siz özünüz gərək dəyişəsiniz. Müntəzir olasınız ki, möcüzə gələr sizi dəyişdirə, elə bir şey yox. Özünüzdən başlamalısınız. Əleykum ənfusakum. Quran özündən. Əleykum ənfusakum. Yəni, siz özünüzdən başlayın. Mənay əleykum ənfusakum mənisi budur. Özünüzdən siz başlamalısınız. O əsasda bizim mən milli irfanı sizə qıssaca açdım. Məfkurəni sizə açdım ki, biləsiniz ki, biz hansı irfandan danışırıq? O təali nəfsin mənisi nədir? Saz nədir? Söz nədir? Qılış nədir? Hədəflər nədir? Bunlar indi insana nə cür baxır? Allaha nə cür baxır? Bunların genişlər, bəhsləri inşallah gələn növbətlərdə biz bunu neynəyəcəyik? Açıqlayacaq. Mən o suala neynədim? Cavab verdim. İndi icazə versəz, gələk bir yol məsnəvimizi davamlayaq da. İrad eləməz ki? Elə bunlar çox üzrələyəcək. Biraz elə bil Yaxşı. ustalı xəliyyatı gəliblər. Gəlibdir, hazırdır, elə buradadır. Bir rübdə, onu bir rübdə başladı. Biri aşpazın saatından biraz çeşitli, neynə xəyində? Yox, gətir, buyursun. Yaxşı, nə qədər mənim indi vaxtım var, siz desəz? Bir vaxtımız var, yaxşı. Mən yox, mən elə boğazımı isladıram da. Axırda çəcəm çay.
Xo'p, xanımlar, biz gəlmişdik 364-cü beytə. Varizdir də Məsnəvidə. 364-cü beytə. 363-cü beyti də tapsaz gələr ora. Ya burada deyir ki, rand ura canib nəsraniyan کرد در دعوت شروع او بعد از آن. tapdınız beyti. 100,000 مرد ترسا سوی او اندک اندک cem şod در کوی او. Toplanıp minlərcə tersa başına uydular o başların o başına. Yəni o şahdan ayrıldı, getdi o vəzir Məsihlilərin içinə də burada. Hamı tapdı da beytlər. Sizin yoxdur quşizdə baxamırsınız. Orada baham deyirsiniz baxında. Xo'p. İndi buradan başlayırıq. O bəyan mikərd ba işan be raz. Sirr engelyun و زنار و نماز. O vəzir gəldi bu Məsihlilərin içinə. Engelyun həman İncildən alır da, İncelyun. Onlar ki, İncilin tərəfdarları idilər da. Yaxşı. Hətta deyilibdir ki, Mani ki, bir dənə türk peyğəmbərdir. Onun da kitablarının adı, bir dənəsi Engelyunmuş, kitablarının adı. Deyir ki, İncilin sırrlarını, o zonlar bağlamaq, həmən o geyiş ya kəmər ki bağlıydılar, o və onun o adabından başladı. Bu vəzir o Məsihlilərə neynəsin? Dərslər verirdi də, öyrədirdi. O bəyan mikərd ba işan bir raz sirr engelyun و زنار و نماز. İncilin, sırrın, namazın, zunların öyrədirdi onlara azmış harın. Harın yəni har, həman o sərkeş ya məsələn qarnı tox. O azmışlara neynildi? Bu cür bunları öyrədirdi. O be zahir vaiz ahkam بود. لیک در باطن سفیر و dam بود. Bu adam zahirdə bu hökmləri vəz eləyən idi. İncilin hökmlərini vəz eləyirdi, zahirdə deyirdi. Batində nə mənə idi bu adam? Batində səfir و dam بود. Səfir yəni bank. Bank özü də elə türkü kəlmədir də, banlamaqdan gəlir. Səfir hansı? O səs idi ki, ovçular quşun səsini çıxaldardılar. Quşu gətirərdilər, onunla neyniyərdilər? Təliyə salardılar və tutardılar. Quş fikirləyərdi, bəlkə eyni bunun yoldaşıdır, bunu səsləyib gəlir. Ona deyirlər səfir. Mevlana Ari yerdə də vardı. Mərifəthay to çون بانگ سفیر بانگ مرغان است لیکن مرغگیر. Baxçı, o dastanı həmənədədir, Maviyə o şeytanın nağılındadır orada. Şeytana deyir ki, sənin səsin səfir səsidir. Sən adamlar bu cür Allah'dırsan. O nağılda deyir. Səfirin mənisi budur. بیول یا آریه داده که هزمان باشد که چون دعوت کنند تو نگویی مست و خواهان منند دعوت ایشان سفیر مرغدان که کند صیاد در مکمن نهان. Səfir kəlməsi çox işlənibdir Məsnəvidə. Deyib bu vəzir səfir idi. Bunun səsi bir cürüdür ki, bir dənə tələdir da. Bu gəlmişdi Məsihiyyətə bir dənə tələ qursun bunların. Yoxsa bu vaiz əhkam ki dərdir burada. بهر این بعضی صحابه از رسول ملتمس بودند مکر نفس غول. Buna görə idi ki, indi burada bir dənə ayrı bir Mevlana bir qıssaca bir nağıl başlayır. Yəni geçir birdən İslamın o sədr zamanına, başlanışına ki, sahabələr gəlirlər Peyğəmbərin yanına deyirlər ki, bu nəfsin hoqqabazlığından bizə bir anladaq ki, bu nəfs bizi anlada bilər. Geçirə bildim də nədir? بهر این بعضی صحابه از رسول ملتمس بودند مکر نفس غول. Buna görə idi ki, bir para sahabələr Peyğəmbərdən soruşurdular ki, nəfsi ki, qula oxşarıdı, bir qula oxşarıdı, bunun məkrindən bizədir. Qul kim idi? Qul o idi ki, deyidilər ki, o qulu cadusu var ha, məsələn. Ya məsələn, bir
cin ya məsələn dev mövcud, bu gəlirdi neyniydi? İnsanların qabağında dayanırdı və insanlar neyniydi? Alladırdı. Buna deyidilər nə mənə? Qul. Hala mən bunu gələn 3-4 beytidən sonra Dəccal kələməsi var, açacam ki, ərəb ədəbiyyatında, Sami usturələrində qul nədir? Dəccal orada nədir? Türkü usturələrdə, Oğuz əfsanələrində o nə mənədir? Təpəgöz nədir? Basat nə mənədir? O nağıllar vaxt olsa onu açacam, olmasa qalacaq gələn seriyə. Xob, işte o olsaydı da İncil ələ, quş diliydi din sözü, İncil tələ. Bu İncil bir tələ idi. Bu adamın sözü bir quş diliydi. Quş dili ilə necə deyişi filan kəsə quş dili oxudu. Quş dili oxudu, yəni bunu istədi səfirdə, yəni istəyir Allada da bunu, bu adamı. Ona görə deyir ki, bu dinə gəlməyi, Məsihiyyətə gəlməyi quş dili idi. Oxuyurdu, bunları neynəsin? Allatsın. Mustafa'dan sordular əshabilər, söyləsin nəfsin qulundan hilələr. Nəfs, qul-i nəfsidən hilələr işi eləyirdi. Səhabələr neynədilər? Peyğəmbərdən bunu sordular və soruşurdular. Koçe آمیزد ز اغراض نهان در عبادت ها و در اخلاص جان. کوچه آمیزد bunu sualı da oxuya bilərik də. Yəni ku yəni ki o, yəni o nəfs. Sual buydu peyğəmbərdən soruşurdular ki, bu gizlin qərəzlərdən nəfs nə cür eləyə bilirdi gəlsin bizim ibadətlərimizə qatışsın və ixlası bir ibadətlərdən götürsün. Sual buydu. İxlası götürsün. Axı nəfs girəndə ibadətlərin içinə deyir, ixlas uçurdu gedirdi. Buna bir dənə mekanizm bizə vercinən Peyğəmbər. Buna deyir, biz neynəməliyik bundan? کوچه آمیزد ز اغراض نهان در عبادت ها و در اخلاص جان. فضل طاعت را نجستندی از او، عیب ظاهر را نجستندی که کو. Bunlar taatın və ibadətin fəzilətini səhabələr bilirdilər. Heç vaxt Peyğəmbərdən soruşmurdular ki, biz taat eləsək, ibadət eləsək, nə qədər savab aparacaq. Bilirdilər ki, hər halda savabı vardı. Zahirdə olan eyblər, belə əyiləcəm, belə qalxacam, neçə dəfə əyiləcəm, neçə dəfə qalxacam, bunu soruşmurdular. Zahir bunlara mühüm dərdi. Batinlə işləri vardı səhabələr. İbadətin batinləri ilə. Nə amil gəlir batində bir işlər görür ki, bu ixlası götürür və aparır. Bu sualı soruşurdular ondan. Nə qatar gizli qərəzlərdən oğul, oğul yəni pesərdə dərvaqa, burada o mənisindədir. Nə qatar gizli qərəzlərdən oğul, dininə axır səni eylər o qul. Qul burada həmən qul, qulluq elər. Səni neyniyər? Qul elər. Qulluğun artıqlığın sormazdılar. Bəllələn zadla onu yormazdılar. O şey ki məlumundur, Peyğəmbər ondan yormurdular. Çünki bilirdilər ki, ibadətin bir fəziləti vardı eləməğin. Mu be mu, zərre be zərre, məkr nəfs, mi şənasidənd çun gül əz kərəfs. Burada mi şənasidəndi haləti mütəəddidə vermək olar ki, yəni mi şənasandənd demək olar. Yəni Peyğəmbər gəlirdi bunlara tanıtdırırdı. Necə qırmızı gülü kərəfsidən misal çəkib də, ənva baxsa otlardan misal da kərəfsidən necə sən tanıya bilirsən, mu be mu, zərre be zərre məkr nəfs, nəfsin də məkrliyini sən zərrə zərrə, qıssaca qıssa, qamas qamas eləyə bilirsən, tanıyasan. Peyğəmbər deyildi bunları, öyrədirdi bunlara. Muşekafan səhabə həm dəran vəz işan xirə gəşdəndi be can. Səhabələr də neynidilər? Peyğəmbərin o vəzini ki, görürdülər ki, Peyğəmbər diqqət ilə bunu açıqlayır və deyir ki, nəfsi bu cür dərman eləmək olar. Neynidilər? Ona da diqqətlə bunlar qulaq asırdılar. Oldu, onlara bəllidir nəfsin hiləsi, anlayan tək qul, o bəli,
onlara bəlli idi nəfsin hiləsi, anlayan tək gül iyindən kərfəsi. Həman kərəfsi, gülün iyindən. Xob, əyləşərkən Həzrət ilə üz-üzə, əyləşərkən Həzrət ilə üz-üzə, qulağı onlar yatırdardı sözə. Qulağı yatırdardı sözə. Yəni, diqqətlə neynidilər? Peyğəmbərə bunlar qulaq asırdılar. Mən də təşəkkür edirəm sizdən ki, sizlər qulaq yatırdırsınız, bizim sözlərə diqqətlə qulaq asırsınız. İnşallah gələn görüşə qədər. Sağ olasınız. Salametliklerle salavat. Ya ben Öyle bir sual soruşuruz.